Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün mən sizlərə kəsirlərin bölünməsi mövzusunu keçəcəm. İlk növbədə gəlin qaydanı deyək. Qayda nədən ibarətdir? Kəsirlərin bölünməsində, burada kənarda qeyd eləyirəm. A bölünsün B, yenə, yəni bizə hər hansı B-də A və D-də C kəsiri verilib. A, B-ni C-dəyə bölmək üçün birinci kəsir olduğu kimi qalır, vurulur ikincinin tərsinə. Bax, bu qaydadır. İndi baxırıq birinci suala. 2-də 1 olduğu kimi qalır. Vururam. 1-lə 4 yerini dəyişdi. İndi baxıram ki, 2-ni 1-ə ixtisar aparırsansa, ixtisar apar. 2 ilə 2 ixtisar getdi 1. Məxrəcdə 1 ilə 1, 1 qaldı. Surətdə 1 ilə 2, 2. 2-ni də 1-ə bölsəm, yəni cavab olur 2. Məsələn, keçirik ikinci suala. İkinci sualda görürük ki, bizə 5-də 3 bölünsün 5-də 1. Yazıram 5'də 3 vurulsun 1'də 5. 5 ilə 5 ixtisar gedir, qalır bir dənə 3. Çünki bundan bu getdi, məxrəcdə 1, 1 qaldı. 1, 1 elə heç nə deməkdir. 1'ə bölmədə cavab özünü verir. Məsələn, digərinə keçirik. 7'də 4 vuraq 2'də 7. 7'lər ixtisar getdi, yerində 1 qaldı. 4 ilə 2 getdi 1. Burada da 2. 2'ni 1'ə vursaq burada 2, məxrəcdə də 1. Cevap oldu 2. Sonra biraz məsələn ola bilər ki, bunlar sadə gələ bilər sizlərə. Qarışıq kəsirlər də var. Təbii ki də məsələn olsun 1/3'də 2 bölək 2/6'da 3. Bu zaman nə edirik? Birinci biz bunu düzgün olmayana çeviririk. Olur 3'də. Düzgün 1 3'ə vurursa 2 gəlirik. Eləyir 5 bölək 6'da 15. Sonra birinci kəsir yenə olduğu kimi 3'də 5 olduğu kimi qalır. Vuraq 6 bura 15 bura. 6 ilə bu 3 getdi 2 qaldı. 6'nın yerində 15 ilə 5 getdi 3 qaldı. Yerdə qaldı cavabımız 3'də 2. Bu tərəfdə heç nə qalmadı. Bir dənə burada qaldı da 3'də 2 edir. Əgər ədədi kəsrə bölürüksə bu zaman nə edirik? Ədədi kəsrə böləndə yenə birinci ədəd olduğu kimi qalır. Məsələn, yazsaq ki 8 bölək 64'də olsun və yaxud da ki 2'də 32 olsun. Bu zaman 8 vuraq olur 32'də 2. Bunda necə yazırıq? 32 ilə 8 ixtisar gedir, 4 qalır. 4'ü də elə 8'in məxrəci 1'də elə fərzinizi tutun. 4'də 2. Bu da 2'ye ixtisar gedir, 2'də 1 qalır cavab. Kəsrin bölünməsinə aid suallar bu qayda ilədir. İndi keçirik, məsələn, burada bu tip suallar var. Biraz çətin tiplilərdir. Bunların da bölünməsinə baxaq. 4'də 3 birinci olduğu kimi qalır. Vurulsun 9 bura, 16 bura. 4 ilə 16 ixtisar getdi 4. 3 ilə də 9, 3. Cavab oldu 3'də 4. Bura heç nə qalmadı 1'dir. Burada da 4, 3'də 4 qalır. İkinciyə keçirik. İkincidə necə olacaq? İkincidə yazırıq ki 8'də 5 vuraq 15 aşağı düşür 32'də bura. 5 ilə 15 getdi. Burada 1, burada 3. 8 ilə də 32 getdi 4. Cavab oldu 3'də 4. Digərində 18'də 7 olduğu kimi qalır. Birinci vurulsun. 14 məxrəcə düşür. 27 surətə. Bunlarda vurulur. 7 ilə 14 getdi 2 qaldı. 27 ilə 18 9 ixtisar gedir. Burada 2 qalır. Burada 3. Məxrəcdə 2 ilə 2 qaldı. Yəni 2 2'yə vururuq 4. Surətdə də bir dənə 3. Cavab oldu 4'də 3. Kəsirlərin bölünmə qaydası budur ki, birinci nə gəlirsə olduğu kimi qalır, ikinci tərsinə çevirir və vurulur. İxtisar varsa təbii ki də ixtisarımız aparılır.